Bu gün sizə Pap-smear müayinələrində digital patolojinin rolu haqqında danışacağam. Uşaqlı boynu patologiyalarında xərçəng önü vəziyyətlərin dəyərləndirilməsində Pap-smear müayinəsi skrining proqramında qızıl standartdır. İlk dəfə Azərbaycanda bizim laboratoriyada Pap-smear müayinələri digital patoloji olaraq dəyərləndirilir. İlkin olaraq gəlmiş Pap-smear müayinəsi TeamPrep 2000 cihazında müayinədən keçirilir. Hazırlanmış şüşə xüsusi databeyzli skan cihazından müayinədən keçir. Həmin skan cihazı College of American Pathology Cəmiyyətinin 50 minlik test müayinəsi ilə hazırlanmış databeyzdir və həmin cihaz xüsusi rejimlər işləyərək atipik hüceyrələrin işarələyərək göstərir. Bu zaman həkim müayinədə həmin atipik hüceyrələri gözdən keçirərək onların hansı dərəcədə dəyişikliyə uğradığını qiymətləndirir. Pap-smear müayinələrində digital patolojinin əsas məqsədi gözdən qaça biləcək nüansların minimuma endirilməsi və uğurlu nəticənin əldə edilməsidir.